Yeni qeyd paylaş. Hə, müəllimlər, baxın, metaforla təşbihi bax bu tip nümunələrdə fərqləndirmə qaydası necədir? Onu mən izah edeyim. Ya Allah, hə. Müəllim, baxın, təşbihlər neçə yerə bölünür? 2 yerə. Mükəmməl və müfəssəl təşbih olmadan 2 yerə bölünür. Bax, məsələn, əli şir kimi güclüdür. Müəllimlər qoşulsun bir dəqiqə. Hə. Əli şir kimi güclüdür. Baxın, nəyə fikir verəcəksiniz? Güclüdür. Fikir verəcəyimiz məqam odur ki, deməli, müfəssəl təşbihlərdə necə işlədilir? Bir, bənzəyən olur. 4 dənə ünsur olur da. Bənzəyər, bənzədilən, bənzətmə qoşması və bənzətmə əlaməti. Bənzətmə əlaməti ümumilikdə nitq hissəsi baxımından sifət olur. Yəni, bax, məsələn, əli lal, daha doğrusu səhra laldır. İndi o vəziyyətlərə metafor da ona toxunacaq. Ümumilikdə belə ümumiləşdirək də. Dedik ki, bənzətmə əlaməti nitq hissəsi baxımından sifət olur. Biz bunu mükəmməl təşbiyə çevirəndə nə edirik? Belə yazırıq da. Əli şirdir vəziyyətində yazırıq. Əli şirdir. Nə edirik? Yəni, bənzətmə qoşmasından eyni zamanda bənzətmə əlamətini ixtisar edərək biz bunu mükəmməl təşbiyə çevirmiş oluruq. Mükəmməl təşbih vəziyyətində deməli bənzətmə əlaməti işlədilmir, itməlidir. Bax, məsələn, Səhra laldır nümunəsini yazıram. Səhra laldır nümunəsini. Bax, bu nümunədə mənimdir. Laldır söz hansı hissəsidir? Sifətdir də, yəni bənzətmə əlamətidir. Bənzətmə əlaməti cümlədə qalırsa, deməli həmin nümunəni siz təşbih yox, metafor götürməlisiniz. Bənzətmə əlaməti qalırsa. Amma bu nümunədə görürsünüz, əli şirdir vəziyyətində təşbihdir və burada bənzətmə əlaməti qalmayıb, mükəmməl təşbih yaranmış olur. Amma burada bənzətmə əlaməti qalır deyə siz bunu təşbih yox, metafor götürmüş olacaqsınız. Və bayaqki nümunədə ixtilafı fikri sözün məzəli. Sözün məzəlidir. Görürsünüz, məzəli söz hansı hissəsi? Sifətdir. Yəni bənzətmə əlamətidir. Bənzətmə əlaməti qaldığına görə biz buna götürəcək metafor. Yəni təşbih kimi götürə bilməyəcək. Vacib qeydidir. İndi nəzəriyyə mövzusunda inşallah toxunacaq buna. Başlayaq.